Hoş gördük sizi Kurtuluş TV'nin izleyicileri. Size aziz seyirciler, size azadlıq, ədalət və milli hökumət arzusuyla programımıza başlayırıq. Bildiğiniz kimi azizler, dünyada her saat bir yeni olay baş verir ve Güney Azerbaycan bu olaylardan da qıraqdayır. Maalesef biz istemediğimiz olaylar bazen olur bizim torpaqlarımızda ve bu olayların içinde bizimle ne tür tepki vermemiz burada çok önemlidir. Ayın ikisinde, Fərvərdinin ikisinde Urmuda 500-600 bin bizim Güney Azerbaycan Türkleri xiyabanlara axın ettiler. Bundan 2 gün qabaq, yani 2 Fərvərdindən 2 gün qabaq Kürtlər Güney Azerbaycanın Urmu şəhrinin çöllərində Kürdistanın bir parça bezi ilə eşiyə çıxıb və Urmiya Kürdistandır haraylarını səsləyiblər. Bunların arxasında və yanında rejimin amilləri də var idi. Yəni o Kürtlər rejimin dəstəyi ilə bu işə başladılar Urmiyədə. Bunun cavabını 2 gün sonra Urmiyədə qeyrətli və şərəfli bizim Urmiyəlilər bunların cavabını verdilər. Bu cürün proqramını Sayın Mehdi bəy Nərimani ilə bərabər Urmiyə olaylarını danışacağıq. Mehdi bəyə studiyada vardırsa, buyurun proqrama. Selam, her vaxtınız xeyir olsun. Selamlar deyirəm Kurtuluş TV'nin izleyicilerine ve çalışanlarına. Mehdi bəy, xoş gördük. Çox xoş gəldiniz öz Hoş gördük. proqramımıza. Mehdi bəy, bu gün də Urmu Səsinin bir ayrı proqramını sizinlə bərabər şərəflə, sayğı ilə, sevgi ilə aparmaq istəyirik. Mehdi bəy, Urmu olaylarından danışacağıq. Təbii ki, bundan öncə nə olubdur və indi nə olubdur və gələcəkdə bizim millətin nə gözləyir, bunlardan danışacağıq və 1, 2 dənə, 3 dənə sorular ki vardılar. Təbii soru çoxdur. Amma 2 dənə, 3 dənə soru var. Bunların üzərində danışaq və ayrı bir sorular da ki, təbii sizdən eşidəcəyik. Mehdi bəy, bildiyiniz kimi bu Urmu olayları dünyanın her yerinde etki yaratıbdır. Buradan indi bir dənə, 2 dənə, 3 dənə soru qabağa gəlir ki, rejim nədən bizim tarixi torpaqlarımızda Kürtlərə dəstək verir? Kürtlər iddia edirlər Azərbaycan onlarındır. Bəs nədən Urmu gölünün qurudulmasına bunlar etiraz etmədilər, tepki vermədilər? Urmu mitingində Farslar nədən Kürtlərin daşını sinələrinə vurub, onlardan himayət edib, Türklərə qarşı durdular. Və bir çox cavabsız sorular ki vardır, burada bərabər bunları danışaq, əziz millətimizə bunları aydınlıq yatıraq. Mehdi bəy, birinci sorunu sizinlə başlayaq. Əlbəttə, bundan öncə əgər Güney Azərbaycanımızda yeni bir olaylar varsa, sizden bir jurnalist olarak bunları eşidək, sonra konumuza dönək. Buyurun Mehdi bəy. Değerli 6 milli faalımız tutulmuştu. Bunların 4'ündən özgürlük səsini aldıq. Ama ikisi hala xəbərsizdir və çox milli Urmu gölünün faallarımızın olaylarında tutulublar. Mehdi bəy, Urmu gölünün olaylarında doğrudur. Doğrudur. Bir neçə milli faal tutuklanıb adlar verilmir. Sabah bir çox xəbər eşitdik ki, ailələri qorxur, xəbərləri yayınlansın. Onun üçün hala bəlli deyil nə qədər, neçə nəfər milli faalımız içəridədir, tutulublar. Rejim istəyir bu olayı özünə götürə, ihatə eləyə bu olaya, əl qoya.
Amma maalesef mən bu cür giriş yapım. Milli hərəkət biraz burada gücsüz hərəkət elədi. Çünki ümumiyyət dəstək vermək lazımdır. Və bu dəstək Təbrizdən gəlməlidir. Ümid edirəm ki, milli fəallar bu konu düşünüb çox yaxında Təbrizdən ümumiyyət dəstək vermək üçün bir böyük protesto yapsınlar. Sağ ol Mehdi bəy. Çox sağ olun. Buna görə bir ayrı bir soru da sizdən sorun. Bundan qabaq kütlər ki çıxmışlar Urmiyada eşiyə, Urmiyanın bu çöllərində əlbəttə, Urmiyaya cürət eləyənmədilər, Urmiyanın xiyabanlarına çıxarlar. Bunlardan da acaba tutulan varmı, yoxsa elə bir şey olmayıbdır? Yox, bunlardan bir nəfər tutulmuşdu. Hələ öz dedikləri. Bir nəfər tutulmuşdu, onda bəlli olmadı. Ötürüblər ya yox. Yəni rejimin öz oyunudur. Özü mitingə izin verib, Əmniyyət Şurasında təsvib olub, Pezeşkiyan bunu imzalayıb, yəni bərgüzar olub. Və siz də keçən dəfə filmini yayınladınız. Yegan Vicənin əmniyyət sağladığı bir miting idi. Nədən tutsun bunlar? PKK-nın bayrağını açdı və İran rejiminin əmniyyət qüvvələri bunları dəstəklədi. Tabii doğru deyilsin Mehdi bəy. Elə bu adam da ki deyirlər tutulubdur. Tabii öz adam nadır, özləri göndəriblər qabağa. Sonra deyiblər səni tutacaq ki, deyirlər məsələn Kürtlərdən də tutdular. Mehdi bəy, burada bir dənə bir gizli məsələ ki vardır. Əlbəttə gizlidə də millətimiz bunu daha çox önəmsir və hamısı da bilirlər. Burada Urm məsələsində bir məsələ ki var idi, şayət üstü örtülübdür. Burada hədəf Urmiyalıların bozqurd tutmasında və haray mən Türkəm deməsində burada hədəf İrandır. Hədəf Cumhur İslamıdır. Burada təbii ki bizim millətimiz türklüyünə bağırır. Təbii Cumhur İslamı və İran adlanan yer bizim üçün türklüyümüzə qarşıdır. Bizim varlığımıza, bizim geçmişimizə, indimizə və gələcəyimizlə düşməndir. Millətimizin orada bozqurd tutması, haray Türkəm deməsi, Urmu Azərbaycandır deməsi, bunların hamısı rejimə bir mesaj olaraq, yəni Urmiyadan gedibdir. Təbii bizim ayrı şəhərlərimizdə də olubdur. Amma burada bu fürsət bizə əl verdi ki, rejimin tamamiyyətinə və İrana bir dənə bizim nifrətimiz, millətimizin nifrəti ki, illər boyudur gəlibdir, buraya çatıbdır. Təbii ki, bu günün olayı deyil. Sadəcə bir günün ərzində bu çağrışı verib və insanları eşiyə çəkməyiblər. Təbii ki, bundan qabaq çox olaylar olubdur. Bizim Güney Azərbaycanda, hətta Təbrizdə, Ərdəbildə, Zəncanda. Təbii o məntəqələrdə də düzdür, Kürtlər biraz nisbət bizim məntəqəyə azdılar. Amma bu olaylar hamısı qabaqcadan buraya gəlib çıxma bir olaylardır Mehdi bəy. Sizdən istəyirəm Mehdi bəy, bu geçmişdə nə olubdur ki, Urmu məsələsi gəlib yetirib buraya? Acaba bir günə dair bir tarixə bir dönüş yapaq Mehdi bəy. Bu məsələyə qeydəcək 1320-yə. 1320 dönəmində ki, İranda bir siyasi çalmağal bir dönəm oldu. Şah rejimi zəiflədi. Pişəvəri milli hökumətimizin yaxınlarına, yəni bir 2 il 3 il. Doğru. İçəridə bir siyasi boşluq oluşdu və buradan Pişəvəri Milli Məclisi quraraq Azərbaycanda bir federal yapı inşa etdi. Amma özünə bir yan dəstək olaraq, yəni məsələn rejimlə tək başına savaşmamaq üçün cəhdi maalesef bizim toprağımızda, Soyuqbulaqda Kürtlərə bir cumhuriyyət yarattı. Və indiki başımızın bəlası olan məsələ oradan qaynaqlanır.
Ama o zaman anlaşmıştılar. Gazi Məhəmmədlə anlaşmışdılar. Rejime karşı bir savaş edirdi. Özgürlük hərəkəti idi bu. Bu məsələ gəldi qabağa və rejimlər, şah rejimi və Cumhuri İslami rejimi bu məsələdən istifadə eləyib Kürdləri Şuravinin məsələsi kimi istifadə elədi. Getdi Kürdləri sınırlara yerləşdirməyə. Getdi Makiyə, Soyuq Bulağa, Xaniyə, Bukana, dana-dana yerləşdirməyə başladı. Amma çox yavaş. Bir dənə məsəl var. Deyir ki, qurbağanı isti suya, qaynar suya atsan atdılar eşiyə. Həmən volkan nişan verir. Amma bu qurbağa salıb sərin suda yavaş-yavaş qeynədərsən, hiss eləməz ölər. Biz təqribən o şəraitdəyik. 100 ildir bu şəraiti bizim qabağımıza yavaş-yavaş, incə-incə toxuyub gətiriblər. Biz məsələdə çox ciddi olmalıyıq. Onun üçün deyirəm ki, Təbriz Urumiyyə çox ciddi bir dəstək verməlidir. Urumiyyədə çox ciddi oyunlar gedir. Arman Semitko cinayətkar Azərbaycanın millətini qətlam eləyənin nəvəsi X-də bir yazı paylaşdı. Ki bizim Urumiyyədə yaxın gələcəkdə çox böyük projelərimiz var və həyata keçirdəcəyik bunu. Çox ciddi bunun üzərində durmalıyıq. Doğrudur Mehdi bəy. 1324-25-ə Milli Hökumətin zadına işarə elədiniz, dönəmini işarə elədiniz. Ondan da öncə əlbəttə bizim Ciloluq qətliamı, Ciloluq soyqırımı ki var idi. Onu da bizim millətimiz tarixdə oxuyubdur və mənim öz böyük babam bu Ciloluq faciəsinin yaşamış bir dənə şahidlərindən birisiydi. Deyək Cilolar ki gəldilər bizim şəhərə, Dilmana. Deyək mənim nənəliyim özünü atdı quyuya ki namusu düşməsin əllərə. Deyək gəlirdilər, girirdilər bizim evlərimizə. Bizə deyirlər uzun düyü verin. O zaman düyü tapamırdılar, heç kəsdə düyü olmurdu. Gəlirdilər də evimizdə otururdular, bizim yemağımızı yeyirdilər. Çıxanda da deyək öldürürdülər insanlarımızı. Sonra çıxıb gedirlər işlərin dalınca. Təbii ki buna o zamanın Azərbaycanlısı qoymadı qanı yerdə qala. Sonra gəldi sizin buyurduğunuz kimi 1325-dən ta indiyə qədər sürür. Və Mehdi bəy, bir dənə də incə bizədə biz diqqət eləməliyik. Yaxın bir tarixdir. Bizim Qarabağ savaşında ki, Qarabağ savaşı, 2-ci Qarabağ savaşında ki, torpaqlarımızı biz geri aldıq. Burada bir incə bir nöqtə vardır. Bəlkə də seyircilərimizin hamısı bilirlər. Amma tarixi unutmayan bir millət olmalıyıq biz. Tarixini unutan millət başına hər oyun gətirərlər. Öz yerin tarixin biləsinə yeridərlər. Gətirib istədiyi kimində xurduna bir şey verərlər bunu. Qarabağ soyqırımında, Xocalı faciəsində kim bu faciəni yaptı? Tabii orada nə Amerika var idi, nə Şuravi, o zamanın Sovetlər Birliyi Şuravinin Nirulağı var idi. Orada həman qonşu iki Qarabağlı ilə, Azərbaycanlı ilə barabar evi yanbayan idi. Qarabağ faciəsinin qətliamını həman o qonşusu ki erməni idi, buna qardaş demişdi. Azərbaycanlı onu öz qoynunda saxlamışdı. Kürdlərin daha gətirib yer vermişdi biləsinə və həman erməni gəldi Xocalı soyqırımını yaratdı. Bu soyqırımı biz tarixdə oxumuşuq biz Güneylilər. Amma bunun canlı şahidləri indi qalırlar. Hələ bu insanlar yaşayırlar. Sözü buraya gətirmək istəyirəm Mehdi bəy. Bu kütlər ki biz qonaq olaraq Cumhur İslamı gətirib atıb bizim qoynumuza ki biz bunlarla məşğul olaq ki əsli İranı
və Cumhur İslamı bizi yadımızdan çıxaldaq. Hədəf dediyim kimi İran və Cumhur İslamıdır. Bu kütləri ötürüb bizim qoynumuza biz bunlarla məşğul olaq, Cumhur İslamı öz işini görə. Sabahları Cumhur İslamı dağılana yaxın ya dağılandan sonra bu kütlər həman o Qarabağ faciəsini bizim başımıza yatıracaqlar burada. Mehdi bəy, sizin buyurduğunuz kimi millətimiz yəni qabaqçından da daha çox hazır olmalıdır. Yəni hər an savaş çıxa bilər. Təbii, gətirib 5 nəfərin əlinə zopa verib burada, Kürdün əlinə veribdir, silah var Kürdün əlində. Bu silahlı gəlir Urmiyanın ortasında gecə ilə tüfəyi açır göyə. Təbii bu nəcür olur bə? Rejim birinin evində 20 girəm tiryək olanda, məvadlı müxəttər onda gedir tutur. Nəcür olur bə? Biri silahla gəlir Urmiyanın ortasında, Təbrizdə gəlir dolanır, bundan işi yoxdur. Mehdi bəy, soru buradadır indi. Rejim nədən bizim tarixi torpaqlarımızda Kürdlərə dəstək verir? Nə üçündür? Baxın, bu şəriətmədarı hərəkatında 1357-58 dönəmindən bir olay başladı İranda. Türklər çox güclü bir hərəkət yürütdülər. Amma maalesef istək başqa idi. Şəriətmədarın istəyi başqa idi. Və millət də o zaman bu qədər ayıq deyildi. Yine də o zamanın boşluq zamanında Kürdlər bu vəziyyətdən sui-istifadə edib maalesef Sulduzda ailələr evlərin içində olaraq evləri otladılar. Neçə nəfərlər, neçə ailələr diri-diri yandırıldılar Sulduzda. Şəriətmədarı dönəmində İran İslam Cumhuriyyəti anladı ki, İranda alternativ olan tək güc Türklərdir. Və indi də o cürdür. İndi məsələn Farslar niyə çox saldırır? Kürdlərin işi yoxdur. Kürdlər gətirib bayraq açır. Kürdlər gəlir iddiai ərazi eləyir. Hətta bəzi Fars qüvvələri gələcəkdə deyir ki, federal verəcək hətta Kürdlərə. Məsələ bu ki, alternativ görmürlər. Baxın, Türklərin 7-8 dənə məmləkəti var indi. Amma Kürdlərdə bu yoxdur. Onun üçün qorxmur onlardan. Tənha alternativi Türk görür. Və bu güc vardı Türklərdə. İranda indi bu 1378-dən bu yanaki etirazatlar güclənibdir, gəlir qabağa. Türklər olmadığı zamanda tənha mərkəz çıxır eşiyə. Yəni gücü yetişmir. Rejimi yıxmağa gücü yoxdur. Amma yadınızda olsa 1385-də Azərbaycan etirazlarında Təbriz əldən çıxdı. Bir günlük də olsa əldən çıxdı. Yəni o güc var ki, millət iradə eləyib şəhərləri azad eləsin. Bu güc var Türklərdə. Amma Farslarda yoxdur. Hətta Tehranda belə yoxdur. Amma bunun müqabilində biz gərək nə Təbrizdən alternativ gücü Tehranda yaradaq. Baxın, gərək Tehranda bizdən qorxalar. Urumiyədə, Təbrizdə biz savaşmayaq bunlarla. Farsları biz orada gərək qorxudaq. Təbrizdə yox. Urumuda yox. Biz savaş meydanını dəyişməliyik. Biz savaşı Tehrana və sınırlarımızın dışına aparmalıyıq. Sınır içində savaşmamalıyıq. Çünki zərəri bizə yetişəcək. Yarın bir qüdrət boşluğu olanda, baxın, bu dəqiq bir bilgidir. Ola bilər indi mənə sakıncalı olsun, amma qoy bunu söyleyeyim. Təbrizdə Kündürüdə neçə dənə silah anbarı tapdılar. 2 həftədir. Təbrizin bir neçə nöqtəsində tapılıb, amma Kürdlər çox Kündürüyə yerləşdikləri üçün orada bir çox silah tapıldı. Təbrizin milləti ayıq olmalıdır. Təbrizdə bu iş görülürsə, görün indi Urumiyədə, Sulduzda, Maçıda, Soyuqbulaqda, Bukanda nələr görülür?
Axın Piranşəhərin olayını unutmayacaq. Piranşəhərdə 1401 məhsa olaylarında səbt əhvalı otladılar. Yadınızda olsa, aynı tarix intişarı Kərkükdə olmuşdu. Səbt əhvalı otladılar, şəhərin hoviyyətini aradan apardılar. Sabah iddiayı ərazi eləyə bilsinlər. Bizim dədələrimiz burada yaşayıb. Çox diqqətli olmalıyıq. Hazır olmalıyıq hər şeyə. Doğru buyursunuz Mehdi Bey. O buyurduğunuz o silahlar ki vardı. Demek tahmin etmek olur ki bunlar rejimin öz işidir. Rejim bunları getirip de yoksa Kürt o kadar silahı necə olur sokabilir sınırdan içeriye. Rejim getirip bunları Təbrizin, Türk'ün labo beynində yerləşdiribdir ki bunları sabahları bizim öz əleyhimizə işləsinlər. Ama rejim bundan qafildir ki hemen öz nirülarının içinde bu milli hərəkatın və Türk'ün ayıqlığının sayəsində bunlar çıxıb eşiyə. Yoksa bunlar istəmirdilər heç və ocu bir şey öyle. Sizin dediğiniz kimi Türk əllərinin hamısında belə bir depolardan vardır. Ama bunu da unutmasınlar ki indi özləri dediği ittilat məmuru ki vardı. Bunlar da bilirlər nə xəbər vardı. Bunlar da bilirlər sabahlar vəziyyət xarab oldu. Rejim biraz laxladı. Həman o sərhəng ittilat ki vardı orada insanların barmağını, dırnağını çəkibdi. Birinci rejimin qabağından Cumhur İslamının böyük amirlərinin qabağı əvvəl onun edəcəklər evində hesabına yetirirlər. Buna görə bunlar yavaş-yavaş ayılmaqdadırlar və ayılmasalar özlərinə zərər eləyəcəkdir. Buna görə millətimiz daha ayıq olmalıdır. Bizim heç kimdən bir umacağımız yoxdur, heç bir ölkədən. Yəni öz millətimiz buna qadirdir ki, Kürt səhlidir. Kürtdən böyük Cumhur İslamı da hədəf. Bunu biz sizin dediyiniz kimi nə öz torpağımızda, Tehranın özündə nakut eləyəcək bizim millətimiz. Mehdi bəy, dönək o birisi sualımıza. İcazə versəz bir dana. Urmu 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 Bura Türklerin yurdu Urmudur urmu urmu Urmudur canım urmu Azerbaycan'ın üreği Bura Türklerin yurdu Urmudur urmu urmu Urmudur canım urmu Azerbaycan'ın üreği Bura Türklerin yurdu Azerbaycan'ın gözeli yoktur onun benzeri Urmu'dan bir kız sevmişem canıma alıp gözleri Helaldir elime kanın kurbandır ona canan Toprağına kurban olum şanlı Azerbaycan'a Urmudur urmu urmu urmudur canım urmu Azerbaycan'ın üreği bura Türklerin yurdu Urmudur urmu urmu urmudur canım urmu Azerbaycan'ın üreği bura Türklerin yurdu Babək bəy, çox sağ ol bu gözəl musiqi üçün. Əlbəttə belə muziklərdən daha çox vardır. Amma bir dənəsi bizim əlimizdə vardır. Bunları da yayınlayacaq gələn proqramlarda. Mehdi bəy buyururdu, sizin sözünüz yarıda qaldı. Bunu istəyirdim deyəm. Dinləqani bəy, 2018-də 17-dən başlayaraq 18-də bu şiddətləndi.
Təbrizin 21 Həmzə Ərteşin, Mərəndin, Mərağanın, Urumiyənin, Sulduzun, bunların bilgisi bizdə var idi ki, bunları boşaltdılar. O zaman boşaltdılar. O zaman bunları təxmin vururdular. O zaman biraz olaylar daha isti idi bu məsələ üçün. 98 olaylar, 96 olaylar azağa baş verdi. Baxın, 100 minlik bir ordu var sınır dışında. 100 bin nəfər YPG-nin ordusu var. Biz eləyə bilmərik sabaha saxlayaq məsələ. Ordunun Azərbaycanda olan ordu depolarını boşaldıblar. Çox diqqətli olmalıyıq. Doğru deyirsiniz Mehdi bəy. Sabah savaş çıxarsa Türkiye bize yardım edecektir, Azerbaycan bize yardım edecektir. Bunlara biz dözərsək Ciloğlu faciəsinin tayı ki Türkiye əskəri geldi, ordusu geldi, bizi kurtardı. Çok gec ola bilər. İndi o zaman deyil. İndi hər zat lazer ilə qabağa gedir. İndi lazer silahı vardır. Rejimdə təpədən dırnağa silahlıdır. Ama Türk millətinin qeyrətinin qabağındakı Urmiyədə bir dənə bir şəmməsini görsətdi. Əmin olun ki, rejim bir iş görənməyəcək bizim qabağımızda. Rejimin fürsəti olmayacaqdır. Amma bunlara rağmen birinci görev bizim eşdəki təşkilatlarla ki, bunlar bir olmalıdırlar. İndi bir olmalıdırlar. Bir dənə bir qısa xəbər oxuyayım sizə. Hakan Fidan'la Amerikan Dışişleri Bakanı görüşüblər 2 gün öncə. Bunun xəbərləri də yayılıbdır. Amerika İran'a qarşı Türkiye'den dəstək istəyirdi. Nədən bu dəstək istəyirdi Türkiye'den? Nədən ayrı bir dövlətdən istəməyibdi? Bu aralar Türkiye ile İran arası əslən də yaxşı deyil. Suriye cəryanından sonra İran Kürtlərdən himayət edir və Qəndildən qaçan Kürtlərin hamısı sığınıbdı İranın qucağına. Buna göre Türkiye bilir ki, sabahlar bir olay olursa Güney Azərbaycan Türkləri burada yalnız qalacaqlar. Və bir dənə də bir ayrı bir xəbər sizə verin. Babaş bəy, lütfen bu xəbəri də Urşəlim Postun xəbərini də lütfen buradan yayımlayın. Bu Hakan Fidan'ın xəbəridir ki, Karar gazetəsində yayılıbdır və Urşəlim Post İsrailin gazetəsi, bir dənə bir önemli gazetelerinden yazıb ki, İsrail Güney Azərbaycanın istiqlalından himayət eləməlidir. Niye bunu indi deyibdir? Niye indi deyibdir? Tabii bu mesele çoxdandır vardır. Ama bu Urmu meselesi dünyanı deməkdən oyadıbdır. Və bizim millətimiz tabii ki bunlara dünyaya mesajını verib ki, biz faşist Cumhur İslamın əlinin altında qalmışıq. Burada əsiriq. Biz isarət altındayıq. Torpağımız isarətdədir. Və İsrail də bunu yaxşı bilir ki, sabahları Güney Azərbaycanında bir dənə bir dövlət yaranırsa, Quzey Azərbaycanımızın tayı İsrailə dəstək ola bilər. Burada öz başına İsrail gəlib dünyanın ən süper gücü gəlib elə beləsində Güney Azərbaycandan himayət eləmir. Rəsmi xəbərdir bu çıxıb eşiyə. Çoxdan var idi, amma təzə çıxıb eşiyə. Bunu indi istəyirlər gündəmə keçdilər bunlar. Buna görə eşdəki təşkilatlar həmən acil, yəni vaxtı da zamanında geçibdir. Bir dənə böyük, bir dənə bir qrup və İsrailin bu adamları ilə gedib görüşmələri lazımdır. Sabahlar rejim dağılırsa biz kimdən danışacaq? İsrail kimdən danışacaqdır burada? Güney Azərbaycan dediği yer, tabi bunların nəqşələrində vardır. Amma liderimiz olmalıdır burada. Bizim lobimiz olmalıdır. Necə ki Farsın lobisi vardır və Kürdün də lobisi vardır. Amma burada demək həmən İsrail Kürdə dəstək verirdi. İndi
bizim gücümüzü Kürtdən daha üstün görür. Görür ki, İran adlanan yerdə Türkün daha çox etkisi vardır. Obsi bir millət də deməyək, yəni əşirədirlər bunlar. Nə dövləti olub bunun indiyəcən, nə indiyəcən bir hökumətdarlığı olubdur. Amma Türkün indi Mehdi bəy sizin buyurduğunuz kimi 7 dənə müstəqil dövləti vardı. Təbii ki, Güney Azərbaycanda bunların ən mərkəzində dayanır. Mehdi bəy, qayıdaq bu sorularımızın birinə. Mehdi, bu Urmu mitingində bizə ki, mənim çox diqqətimi çəkdi. Yazılarda, postlarda Urmu mitingində farslar Kürtlərdən himayət edirlər. Gəlib Kürtdən himayət edir. Yəni Təbriz kimin, Urmu kimin yerlərdə bunlar Türkün yurdudur. Hamı da bilir, rejim özü də yaxşı bilir. Həmin o Farsi ki oturub Tehranda, oturub dünyanın hər yerində, bunlar gəlib Kürtdən himayət edirlər. Mehdi bəy, nədən bunlar himayət edirlər? Niyə Kürtdən himayət edirlər? Bunlar bilmirlər, Kürddən də silah keçərsə, Farsa da rəhm eləməyəcək. Niyə bunlar himayət edirlər Kürtdən? Baxın, yeni bir danışıq olub Farslarda. Pan-Türk, Pan-Kürt, Pan-İranist. İranlı bir jurnalist danışır. Deyir ki, İranda Pan-Türk diye bir şey yoktu. Onun felsefesini ortaya koyur. Deyir, biz Pan-Türk dediğimizde bir sazman olacaq, qurum olacaq, iş yapacaq, teori üretəcək, silahlı qüvvələr olacaq və dünyada bu tanınacaq. Yəni bu həsr oldu. Amma Pan-Kürt var. Çünki silahlı örgütü var, iddiai ərazisi var, sazmanı var. Həmin orada eləyə bildik Farsa deyək. Amma qeydimizdə, tarixə baxdığımızda Kürtlərdə heç bir devlət qurma sabiqəsi yoxdur. Doğru. Baxın, dünyada bunları tanıyır. Dünyada 11 terör qrupunun yarısı bunlarınkıdır. Və ya məsələ qeydək bu IŞİD terör örgütünə baxırıq. Kürtlərdən bir çox üyə var orada. Onun için dünyada güvənmir bunlara. Baxın, istifadə eləyir. Hamı istifadə eləyir. Orta Doğudakı ölkələr hamısı qullanır. Amma Türkdən bir dənə bu cür bir terörist qurumların içində düzdür var, amma geniş Eləyə alıp bilməz. deyil. Yox, baxın. Vaxtı ki sənin sabiqi dövlət qurmağın vardı, gücün var, Bəli. yəni sən teorun var bir dənə. Sənə gəlib silah verə bilməz. Sənə gəlib güclü bir sazman verə bilməz. Baxın, peşəvəriyə baxmalıyıq, çox rahat. Çox az bir güclə həmən dövlət qurdu. Türkün gələnəyində var bu. Amma Kürtdə yoxdur. Bir də məsələn, Kürdlə Farsı biz bir tutmalıyıq. Bir ailədilər. Sanki Türkiyənin Azərbaycan türkləri. Onlar da bir ailədir. Baxın, heç bir Fars qrubu Kürdün heç bir əməlin məhkum edəməz. Tüm qullanır, tüm bir ailədirlər. Amma bizə nə o gücü verirlər, nə də o fürsəti sağlayırlar ki, bir an məsələn güclənsinlər. Kütlənin qabağında və ya ayrı bir qüvvənin qabağında. Kütlənin hamısının istisnasız silahı var. Azərbaycanda nə qrup var silahlı, nə millətin içində silah var. İzin vermirlər. Çünki bilir ki, çox az güclənsə, mərkəzə bir alternativ yaradacaq. Tarixi bir söz var Mehdi bəy. Bunu yəqin ki sən də bilirsən. Deyə iki türk bir yerə gəlsə həmən bir dövlət qurar. Bunlar bizdə bir deyimi olubdur. Amma rəhmətli Elçi bəy deyir, sən türk olduğunu da yadından aparsan. Düşmən sənin türk olduğunu heç vaxt yaddan aparmayıb. Unutmaz. Ona görə bunlar bizi bizdən daha yaxşı tanırlar.
Kürdü bizdən də yaxşı tanıyırlar. Baxın, tarixə baxdığımızda uzun tarixdə deyil, yaxın tarixdə, bu 10 il, 20 ilin içində. Kürdü İsrail kullanır, Amerika kullanır, İngiliz kullanır. Hətta indi Türkiyə kullanır belə Kürdü. Ona görə sizin buyurduğunuz kimi tabii ki gələcək Kürdə əslahını verəcəkdir və bunların bir dənə bir məsələsi vardır Mehdi bəy. Bunlar əşirəyə yaşayıblar. Tarix boyda demiyorum, bilmem ne kadar bulan tarihler vardı. Çünkü ne bir Asar Bastanlığı vardı, ne bir dünyada bir danışman vardı bu kütten, ne bir geçmişi vardır. Tamam, biz demirik bunları öldüresin göre. Geçsin, öz yurdunda, öz yerinde yaşasın. Eğer Azerbaycan'da yaşamak istəyirlər bunlar, dillerini koysunlar dinmez yerlerine ve özləri yaşasınlar bizimle beraber. Her zaman el altı olublar bunlar, tabi. Ama burada izafe bir hareket ederseler cevabını milletten alacaklar. Ne Türkiye'den, ne Azerbaycan'dan, ne böyük bir devletlerden. Buna göre buna dayanarak özləri də bölürlər ve bu şəraretten el çəkmirlər bunlar. Bunun tarihte Kürdün cevabını daha düzgün verilibdir ve bunun da bölürlər közləri. Türk'ün eline bir dənə fürsət geçerse düşmanını elə bir günə gətirir ki, özünün də xəbəri olmaz. Mehdi bəy, bizim başlığımızda yazmışıq ki, Urmiyədə bunu dinləyək Mehdi bəy. Buyurun. Bunu dinləyək, bu videonu dinləyək. İzləyək sonra. Mehdi bəy, Mehdi bəy, rejimin bu tiyatrosuydu. İstəyirdi bir teatr kimin bizim milləti oynatsın Urmiyədə. Amma qazi pulları ortaya çəkməyi ilə istəyirdi ki, millətin boş damarını bassın. İstəyirdilər gətirirlər bunlar, məzhəbi bir törən quralar və bir dənə bir zətdə ki, burada önəmlidir. Kürdlərə deyirlər, Kürd milləti, Kürd mitingi deyirlər. Kürdlər deyirlər, Novruz bayramını Kürdlər qutlarlar. Amma Urmiyədə gəldilər deyirlər, Ələviyyun toplantısı. Bunun özü bir sorudur Mehdi bəy. Bu konunu bir danışaq. Neden Ələviyyun dedi bize? Neden Türkiye, Urmiyədə məyə Ələvi vardır? Ələvi hardan çıxdı? Var Ələvi, amma gerçekten barmaq sahəsi desən yoxdur. Ələvi hardadır Urmiyədə? Niye Ələvi adı qoydular bunlar Urmiyanın bu mitinginə? Baxın, Suriye'de son olaylarda Ələvi-Sünni savaşı çıxdı. Laziqiye'de birçok cinayetler üretildi. Suriye'nin devletinin kontrolünün haricinde olarak Colan'ın geçmiş ekibi Ələviləri açıkçası qətlam etdi. Ve bu Türkiye'de de çok yansıdı. İran indi burada o mövzu kullanmaq istəyir. Baxın, Suriyədəki çox güclü silahlı qüvvələrin biri ki, Suriye'nin təməl ordusunu oluşturur. Yəni bir dənə ölkə qüvvəsi kimindir. Türkmənin qüvvəsidir. Amma bunlar da sünnidir. Öyle bir algı yapıblar ki, dini məsələdə, Ələvini qanın helal bilir. Bu məsələyə cəhdi Urumiyədə oynatmaq. Şiə-Sünni savaşın, baxın bir zaman İran deydi ki, savaşı biz eşikdə yapacaq. Filistin'də, Lübnanda, Suriyədə, Əraqda, Yəməndə. İndi o qədər çəkilib içəriyə ki məsələ.
gətirib savaşı Urumiyə, gətirib savaşı Sistan Balocistana. O savaşı istəyir Urumiyədə başladı. Geçən dəfə dedim. Dedim Urumiyədə kontrolşədə bir savaş başlatmaq istəyirlər. Bizim milləti çəkəcəklər Xiyevana. Hər yolla olur olsun. Amma milli hərəkat burada bir gücü yetirdi əlinə. Aldı əlinə burada özünün milli şüarlarını səsləndirdi. Amma qafil olmayacaq. Onun üçün mən əvvəl dedim. Təbrizdən mütləq dəstək gəlməlidir. Təbriz bu işi ələ almalı, yeni bir alternativ ürətməlidir. Çünki din savaşın İran içinə gəldilər. Çə molla rejimi olsun, çə xarici qüvvələr olsun. Və Türkiyədə də Sünni məsələsi, siz də orada olubsuz bir zaman. Sünni məsələsi, Ələvi məsələsi orada vardır. Bu işi biz torpaqlarımıza soxmamalıyıq. Dini məsələ, dini savaşlar Azərbaycanda yeri yoxdur. İzin verməməliyik. Bir də Mehdi bəy, bizə də diqqət eləməyimiz lazımdır. Cumhur İslami Şubiyəli Şii adı ilə dünyada bir dənə Hilal-i Şiə yaratmaq istəyir. Bunlar istəyirlər, türkü bilirlər. Türkün biraz damarına bassan, hər iş görər. Amma indiki türk, qədimki türk deyil. Osmanlı zamanının türkü deyil. İndi rejim də bilir ki, Güney Azərbaycanda doğrudur, məzhəbi şəhərlər olaraq, yəni bunlar Ərdəbillə Təbrizdə məhərrəmliğin əvvəllərini başladırlar. Amma rejim deyir bəlkə, insanlarımız çıxıb şahsi dəstəsi gedir. Deyir bəlkə elə gerçəkdən rejimin dediyi bu dindir ki, onu bizim millətlə bərabər dünyaya sadir eləyəcəkdir. Amma bizim millətimiz gerçəkdən ayıq bir millət olmalıdır və ayıqdır da. Rejimin heç oyununa gəlmədi buraya qədər. Yəni bundan da sonra gəlməyəcəkdir. Nə cür yəni ola bilər məyəm? Mən Türkiyədəki qardaşım ki sünnidir, ya məsələn opsi dünyanın ayrı bir yerindəki Çindəki Uyğurlar, yanılmasam onlar da sünnidirlər, doğru mu? Sünnidirlər. Bizi onlarla üzbəyiz qoyacaqmı? Əslən önəmli də bunlar. Biz Güney Azərbaycan türkü olaraq və dünya türkü olaraq din konusunu çoxdan geçmişik. Əgər o cür olsaydı, din adına bizi kullana bilərlər ki, Urmiyədə bu başarısız oldu. Ələviyyun adı ilə bu oyunu gətirəmədilər bizim millətin başına. Bunlar deyirlər ki, hətta oruçluq ayında bunlar İmam Əlinin günündə o cəmaatı zərlət çəkələr eşiyə. İstərlər oynadılar bizim milləti. Amma bizim millət elə ayıq gəldi, cavab verdi belələrinə və gələcəyin imzasını indi atdı. Və dünyaya sabit elədi ki, bunlar məzhəb oyunu ilə mənlə Türkiyəli qardaşımın, mənlə Uyğur türkünü bir-birinin canına sala bilməz. Tabi, nə mən olursa nə olacaq Kürt? Sünni olur olsun, Şii olur olsun. Mənlə Kürdün soy fərqimiz vardır. Bu soy fərqində biz üstündəyik. Tamam, amma bizim öz torpağımızda rejim istərsə Kürdü bizim əleyhimizə kullana, neçəsə əldə eləyibdir, buna müvəffəq olmayıbdır. Bundan sonra da bizim öz meydanımızda gətirib ayrı bir dəstəni bizim öz meydanımızda oynada bilməyəcəkdir. Buna görə Mehdi bəy, proqramımızın axırlarına yaxınlaşırıq. Bir dənə qonuyu genişsə danışmalıyıq burada. Bərabər də bu qonuyu danışmışıq. Və bundan sonra Mehdi bəy, Urmu məsələsi gəldi qabağa. Əlbəttə biz 85 olaylarından sonra Urmu məsələsi bəlkə də bizim tariximizdə yazılmalı bir olaydı. Ki, rejim gəldi bizə bir oyun qura ki, öz meydanımızda rejimi dışarıya atdıq və istədiyimiz oyunu qurduq. Bundan sonra nə etməmiz lazımdır? Bundan sonra Güney Azərbaycan Türkiyə və İran hər yerinə
səpilmiş türkülər nə etməlidirlər Mehdi bəy? Yəni belə bir oyun sizin buyurduğunuz kimi rejimin axır oyunları deyil və bundan sonra da olacaqdır belə bir oyunlar. Millətimiz nə etməlidir bundan sonra Mehdi bəy? Nə cür hazır olmalıdır o birisi rejimin oyunlarına? Baxın biz bu oyunun içərisinə girdik. İstəyərək, istəməyərək. Bəli. Biz məcbur qaldıq bu oyuna əl ataq. Bu etirazatda biz bu oyuna girmiş olduq. İndi ya milli hərəkət bir teori üretəcək, biz öz oyunumuzu qurub bu yola devam edəcək, ya da biz bu oyuna girmişik, rejimin oyunu olacaq. Buna çox diqqət eləməliyik. Və bu da milli hərəkətin əlindədir. Çox önəmlidir. Bunu kütlərə deyim. Kütlər bir dəfə azadlıq nəfəsini alıblar. O da pişəvəri zamanıdır. Kütlər çox ayıq olmalıdır. Əgər istəyirlərsə Orta Doğudan bir dövlət və ya bir demokrasi yaşamı sürsünlər, savaşmaqla olmur. Türklə sən savaşanmasan burada. Sən gələcəksən, Türklə işbirliyi yaparacaqsan. Sən gəlib Türkün qabağında dursan, yox olarsan. Gələcəksən, Türklə işbirliyi yapıb, sən də demokrasiyi dadacaqsan. Nəinki məsələn indi Süleymaniyədə bir-birini öldürürlər. Sən demokrasiyi dadmaq istəyirsən, Türkə arxa duracaqsan. Türkün yanında olacaqsan, arxa da yox. Türkün yanında olacaqsan, Türk üçün dövlət qurubdur, mədəniyyəti vardır, bir yolu bilir. Sən də o yoldan get. Gəlib Türkə qarşı hərəkət eləmə. Bir də bunu izafəliyim axırda. Baxın, dini savaş çox mühümdür. Yadınızda olsa, Türkiyədə Ələvi-Sünni savaşının başlatılmasının məsələsi, Ələvi bir dənə qiyafəsində 20-30 nəfəri silahla tarayıb keçiblər. Ondan sonra Sünni-Ələvi macərası orada şiddətlənib və yüzlər ölü olub orada. İran Türkiyədə çox güclü qüvvə qurub. Baxın, Kürdlərə niyə deyəm diqqətli olsunlar? Diyarbəkirdə bir dənə parti var, Hüdapar. Rəsmən İranın kontrolunda. Şiəli yaymaq üçündür. Sən özü deyir ki, mən Hizbullahın bir partisiyəm. İran çox güclü işlir. Və bu işi Türkiyədən Azərbaycana daşımaq istəyəcək dini problemləri. Milli hərəkət burada çox diqqətli olmalıdır. Mehdi bəy, Türkiyənin bu kütlərlə barışma məsələsi ortaya gəldi. Erdoğan deyirəm Erdoğan, Öcalan gəldi dedi ki, silahları qoyun yerə. Keçən bir yazı oxuyurdum. Türkiyənin bir yazarlarının birindən. O təxmin qurmuşdu ki, kütlər ki, indi silahı qoydular yerə, tabi bunlar rahat oturmayacaqlar. Savaşı ayrı bir strateji ilə qabağa aparmaq istəyəcəklər. Bu ayrı strateji nümunəsində Güney Azərbaycanda bizdən demək bunlar istəyirlər başlayarlar. Yəni bunlar bir cür istəyirlər fərhəngi savaş yaparlar qabağa. Axı bu fərhəngi savaşı da özgənin torpağında, özgənin kültürü ilə sən qabağa apara bilərsən. Bizim torpağımızda sizin buyurduğunuz kimi əgər dişdə oturmasa onun cavabını verəcək millət olacaqlar. Hələ Türkiyə qalsın qıraqda, Azərbaycan qalsın qıraqda olurlar ki, əzib keçəcəklər bunları. Buna görə bunların biraz əgər hafizə tarixləri olsa, bilərlər ki, Türkünlə gerçəkdən savaşmaq bunların zərərlərinədir. Necə ki, dünya Türkiyə qarşıdır. Türkiyənin biraz bu güclənməsi silah
ürətməsi indi, öz silahını ürətməsi dünyanın indi müadilələrini az qala vura bir-birinə. Bu Türk'ün gücündən bir dünya qorxur. Ona görə Güney Azərbaycanın da Türk dünyasının içində olaraq bu Kürtlərə bir böyük bir önemli bir mesaj verir ki, oturun yerinizdə və Kürdistan dediğiniz yer ki vardır, Kürdistan diye bir yer yoktur. Ama Irak'ta bir tane bir parça bilelerine bir yer veripler. Ged orada ne kadar istəyirsən o bez parçasını orada kaldır. Oranı sana veripler. Ged orada bir imtihanla bir gör bir dövlət qura bilirsənmi acaba? Demokrasi diye bir şey dünyada vardır. Sen bunu yaşayabilirsenmi? Sonra gel bizim qonşuluğumuzda bizimle beraber yaşa. Bunlar çox ağır bir bəhslərdir. Mehdi bəy, bunlar heç inanmıram. Kürtlər bunu düşünələr də və gələcəkdə də bizlə aramışda yaşayırlar. Buna görə millətimiz çox hazır olmalıdır. Özellikle içeride olan o aydın insanlarımıza daha çok bilgi verməlidir. Biz de təşkilatlar olarak ve eşitəki aydınlar dəstəsinin bir qisməti olaraq insanlarımıza deməliyik və bilgini içərdən alıb və bir dənə bir strateji, bir yol, içərdəki yolun yanına qoymalıyıq. Buna görə Mehdi bəy, sizin bu Instagramda, ondan sonra YouTube'da, Telegram'da yaydığınız gündəlik xəbərlər ki vardı, bunlar çox önəmlidirlər. İnsanlarımıza çox bilgi verirlər bunlar. Mən özüm baxıram günlə daimən bunlara və bizim Qurtuluş olaraq Instagram səhifəmiz vardır, YouTube səhifəmiz vardır, Telegram səhifəmiz vardır. Bunlara üyə olub insanlarımız yeni xəbərləri buradan almalıdırlar. Mehdi bəy, bugünün programının axırına gəlirik. Əklədiyiniz bir zət varsa buyurun Mehdi bəy. Son söz bunu söyleyeyim. Silah konusunda tüm kritik döneme giririk. Amerika'nın İran'ı son uyarılarını görürük. Silah konusunda milli hərəkət bir fikir eləməlidir ki, millətimizin həzinəsi ağır olmaz. Son sözdə yine də azadlıq, ədalət, milli hükümət. Mehdi bəy, çox sağ olun. Bugünkü programa qatıldığınız üçün bilgilərinizə sağlıq. Var olun. Yine bir ayrı programda ayrı bir önemli konuyla beraber olacaq. Çox sağ olun Mehdi bəy, qatıldığınız üçün. Təşəkkürlər, hələlik. Sağ olun. Sayın Qurtuluş TV'nin izləyiciləri, özünüzə yaxşı baxın. Bir ayrı görüşə qədər görüşmək üzərə. Hələlik. Canım kurbandır, her derdime dermandır. Qəhrəmanların yurdudur, bura Azərbaycandır. Gezip aktarsan dünyana elleri her bir yana. Güzellik görmək istersen gel gör Azərbaycanı. Uğur mudur, uğur mudur canım, uğur mu? Azərbaycanın ürəyi, bura Türklərin yurdu. Uğur mudur, uğur mudur canım, uğur mu?
Şərqin nurlu çırağıdır Şəhriyarın sözü Təbriz. Azərbaycan torpağıdır xalqımızın ocağı, Şərqin nurlu çırağıdır Şəhriyarın sözü Təbriz. Yeter artık bu esaret, biraz gayret cesaret, bitsin kefil bitsin garet, gülsün halkın yüzü Təbriz. Yeter artık bu esaret, biraz gayret cesaret, bitsin kefil bitsin garet, gülsün halkın yüzü Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Ayrı kaldık uzun iller, koy açılsın bu yollar, ne serhedler ne mendiller ayırmasın bizi Təbriz. Ayrı kaldık uzun iller, koy açılsın bu yollar, ne serhedler ne mendiller ayırmasın bizi Təbriz. Salam sene Azerbaycan, salam sene ey Turan, salam sene ey Savalan, tarihimin izi Təbriz. Salam sene Azerbaycan, salam sene ey Turan, salam sene ey Savalan, tarihimin izi Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Azerbaycan torpağıdır halkımızın ocağı, Şərqin nurlu çırağıdır Ələsgərin sazı Təbriz. Azerbaycan torpağıdır halkımızın ocağı, Şərqin nurlu çırağıdır Ələsgərin sazı Təbriz. Yeter artık bu esaret, biraz gayret cesaret, bitsin kefil bitsin garet, gülsün halkın yüzü Təbriz. Yeter artık bu esaret, biraz gayret cesaret, bitsin kefil bitsin garet, gülsün halkın yüzü Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen güzelsen Təbriz, kahramansan Təbriz, kalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen bizimsen